Salam dəyərli şagirdlər. Bu videomuzda səhifə 17-nin izahına baxacağıq. Dərsimizə keçid almadan öncə bizə bir elan çatdırım ki, 050 776 49 44 nömrəsinə yazmaqla siz bizim onlayn dərslərimiz haqqında məlumat əldə edə və dərslərimizə qeydiyyatdan keçib qoşula bilərsiniz. Sizi gözləyəcəm. Gəlin birlikdə riyaziyyatı öyrənək. Kanalımıza da abunə deyilsinizsə, abunə olun, videolara bəyənin, paylaşın, like edin, şərhlərinizi yazın. Qoy daha çox şagirdimiz bu videolardan faydalansın, bəhrələnsin. İndi isə sualımızın izahına keçək. Daha doğrusu mövzumuzun izahına. Rasional ədədlərin müqayisəsi və sıralanması. Müqayisə nə deməkdir? Yəni hansı böyükdə, hansı kiçikdir? Sıralanma da ya azdan çoxa doğru sıralayacaq, ya çoxdan aza doğru sıralayacaq. Bu da müqayisə ilə bağlı bir hissədir. İndi araşdırma və müzakirəyə baxaq. Deyir ki, cədvəldə müxtəlif şəhərlərdə eyni vaxtda havanın temperaturu verilir. Bakı -1, Gəncə 0,5, 0,5, Şuşa isə -2-dir. Hansı şəhərdə temperatur ən yüksək, hansında isə ən aşağı? Şagirdlər, belə bir şey var ki, ədəd oxu deyilən bir şey var. Ədəd oxunun tam mərkəzində 0 olur. Ədəd oxundan sağda müsbət ədədlər, solda isə mənfi ədədlərdir. Və belə bir qayda deyəcəm. Ədəd oxunda daha solda yerləşən ədəd kiçik olur, daha sağda yerləşən ədəd isə böyük olur. Məsələn, 2, 5. 5 daha sağdadır, deməli böyükdür. 2 daha soldadır, deməli daha kiçikdir. Bir də var, -2 üzü sol tərəfə getdikcə rəqəmlər artır, amma ədəd kiçilir. Və -2 ilə -5-i müqayisə edəcək, -2 daha sağda yerləşdiyinə görə, yəni 0-a daha yaxındır. Ona görə bu böyük olur. -2 -5-dən böyükdür, bəli. Yəni -5 kiçikdir, -2-dən. Ədəd oxunda daha sağda yerləşən böyük, daha solda yerləşən kiçik olur. Aydın oldumu? Məsələn 2 -2-dən də -5-dən də böyükdür. 5 2-dən də, -2-dən də, -5-dən də, nə bilim 0-dan da böyükdür. 0 -2-dən böyükdür, 2-dən balacadır. Aydın oldu? 0 5-dən balacadır, -5-dən böyükdür. 2 0-dan böyükdür, 5-dən balacadır. Bu nə qədər müqayisə etsəz eləyə bilərik. Aydın oldu? İndi baxaq. Burada da fikir verin. İndi ədəd oxu ilə öyrətdim. Bir də belə bir şey var. Ədədin modulu mənfi ədədləri müqayisə edərkən, onsuz da bütün müsbət ədədlər mənfi ədədlərdən böyükdür. Amma iki mənfi ədədi müqayisə edərkən ədədlərin modulu böyük olan ədəd daha balaca olur. Məsələn, baxaq, -150 ilə -3. Bax, bunların modullarına baxsam, modulu 150-dir, bunun modulu isə 3-dür. Modulu böyük olan ədəd daha balaca olur. Yəni 150 daha solda yerləşir. Aydın oldu? Bunu bu şəkildə də müqayisə edə bilərik. Deməli, -150 nədir? -3-dən balacadır. Vəssalam. İndi bu qaydanı gəl tətbiq edək. Hansında ən yüksək, hansında ən aşağıdır? Bax, fikir ver. Modulla -0,5 ən böyükdür. Çünki müsbət ədəddir. Deməli, hansı şəhərdə ən çoxdur? Gəncədə. Hansı şəhərdə ən aşağıdır? Şuşada. Çünki -2-dir. Aydındır? -1 ilə -2-ni müqayisə edəndə modulu 2, -2, -1-dən daha balacadır. Deməli, ən az buradadır. İndi bizə sual verilir. Həmin vaxt Lənkəranda -1,2 olarsa, şəhərlərin adlarının temperatur artması ilə düzüldükdə hansının arasında Lənkəran olar? Bax, fikir ver ki, artmaya görə baxaq. Birinci Şuşadır, sonra gəlir Bakı, sonra gəlir Gəncə. İndi -1,2-yə baxaq. Bax, bir dənə mən buranı silim. Bax, bir dənə buranı silək. Bu niyə silinmədi? Çox qəribədir. Bir yoxdur, yenə buradan yazacağam. Lövhə üstündə yazacağam. Bax, bir dənə diqqətlə mənə qulaq asın, şagirdlər. İndi qoy bir dənə bu lövhəni yaxşı bu tərəfə keçirdək. Aha. Bakı ilə Şuşanı qeyd eləyək. Bakı -1-dədir. Şuşa isə -2-dədir. Düzdürmü? Lənkəran isə -1,2-dir. -1,2 şagirdlər. -1,2, bax 1,1, 1,2. Bu təqribi bura düşəcək. Lənkəran da buradadır. Deməli, Şuşa ilə Bakı arasında Lənkəranı biz burada, bax məsələn, Lənkəranı burada yaza bilərik. Vəssalam, araşdırma müzakirə hissəmiz bitdi. İndi suala təzədən qayıdaq daha doğrusu mövzuya. Ədəd oxundan istifadə etmək üçün rasional ədədlərin müqayisəsi. Rasional ədədləri ədəd oxunda qeyd etməklə müqayisə etmək olar. Ədəd oxunda 2 ədəddən solda yerləşən ən kiçik, sağda yerləşən ən böyükdür. Buna ehtiyac yoxdur. Mən onsuz da bunu sizə izah eləmişəm. Aydın oldu? Bunu mən sizə onsuz da dedim. Vəssalam. Görə burada bizə başqa nədir? Lövhəmizi balacalaşdıraq. Bir dənə sıfırlayayım bunu. Lövhə nəsə ilişdi. Sıfırlayaq, yenidən başlasın. Aha, indi dəyərli şagirdlərimiz, baxaq görək hələ bizə nə deyir. İxtiyari
ixtiyari müsbət rasional ədəd ixtiyari mənfi rasional ədəddən böyükdür. Bayaq mən də bu cümləni dedim. İstənilən müsbət ədəd mənfi ədəddən böyükdür. İndi fikirləş. Ədəd oxunda istifadə etməklə -4/3 ilə -0,7-ni necə müqayisə etmək olar? Baş şagirdlər, diqqətlə qulaq asın. Çox qəşəng sual verir. İndi bu suala da diqqətlə qulaq asırıq. Yaxşı. Ədəd oxunda fikirləş mövzusundadır və buradadır. -4/3 ilə -10/7-ni 0,7-ni müqayisə etmək üçün gəl -4/3-ü də onluq kəsrə çevirək. -4/3-ü onluq kəsrə kimi göstərmək üçün 10-a gətirə bilmirəm, məcbur 100-ə gətirəcəm. Nə edəcəm? Surət və məxrəci eyni bir ədədə vururam. 100-ə gətirmək üçün də 25-ə vurmalıyam. Eləcə 100, bu da 75. Bu da bərabərdir -0,75. İndi -0,75 ilə -0,7-ni müqayisə eləyək. Bax, dəyərli şagirdlər, sən bunu modulundan müqayisə edə bilərsən. İndi modulundan da deməyəcəm, gələn dərsində bunun haqqında ətraflı danışacağıq. Modulu böyük olan, bu yadda saxla, modulu böyük olan mənfilərdə daha kiçik olur. Bu 75-dir, bunu da bir dənə 0 artırsam 70 olar, düzdürmü? Bunu indi belə fikirləşək. 0,75 0,70-dən böyük olduğuna görə mənfilisində isə kiçik olacaq. Yəni bu şəkildə olacaq. İndi mən bunu da oxunda göstərəcəm. Fikir ver, bu 0 tam ilə -1 tamın arasındadır. -0,7-ni təqribi olaraq burada göstərərəm. -0,7-ni təqribi olaraq burada göstərərəm. Bax 70, 80, 90, bir də tam 100-lik. Bax bura kimi gələr də. Elə bil 70-dir, 75-sə, -75-sə, -0,7 ilə -0,8-in arasındadır. Yəni bu da burdadır. Bax bu da burada bir ədəddir. Yaxşımı? Fikir ver, ədəd oxunda necə müqayisə edilir? Daha solda olduğuna görə bu daha balacadır. Daha sağda olduğuna görə isə bu daha böyük olur. Və salam, bax bu şəkildə müqayisə etmək olar. Həqiqətən də yəni məntiqlə də biz bunu dedik. Əla, super. İndi keçək növbəti suala. Görək bizə nə deyir hələ. Çalışmamıza qayda. Birdən ikinci çalışmamıza baxırıq. Səhifə nizamı qurtarır. Ədəd oxunda müəyyən olmuş nöqtələr var. Qeyd olunmuş nöqtələrdə bu ədədlər verilir. 5 dənə ədəddir. Onlara uyğun gələn nöqtələri müəyyənləşdirin. Verilmiş ədədləri müqayisə edin. Məsələn, A variantına baxaram. C variantına baxaram. Bir də Y variantına baxaram. Yaxşı, indicə baxaq. Bax, şagirdlər. A nöqtəsi -2-dən daha soldadır. Yəni -2-dən daha balacadır. Bu avtomatik görürəm ki, budur. Üstünə yazdım A-nı. -2,1. Aydın oldu mu? Yəni -2 ilə -3-ün arasındadır. İndi B nöqtəsi ilə C nöqtəsi -1-dən 0-ın arasındadır. Yəni biri ya 0,7-dir, biri də 0,2-dir. Yaxşı uşaqlar. İndi bax 0,2 0,2-yə yaxın bir ədəd olmalıdır. -0,2. Yəni bura yaxın olmalı. Deməli bu C-dir. -0,7 modulu böyük olduğuna görə daha balaca olacaq. Yaxşı, bu da B-yə uyğun gəlir. Bax, fikir ver, B-yə uyğun gəldi. Yəni daha solda yerləşdiyinə görə -1-ə daha yaxındır, deməli daha balacadır. İndi D ilə Y də 1-dən 2-nin arasındadır. Bax, indi onları müqayisə eləmək lazımdır. 8-də 5 var, 3-də 4 var. Bunları onluq kəsrə çevirək. Mütləq şəkildə onluq kəsrə çevirməliyəm. 8-i 5-ə çevirmək üçün mən nə edərəm? Çubuqlu bölmə ilə də bölə bilərəm. Yaxud elə birbaşa da demək olar. 80-i 5-ə bölündə 16 eləyirsə, 1/6 eləyəcək. 8,5, daha doğrusu üzr istəyirəm. 5-də 8 bərabərdir 1,6-ya. 1,6-ya. 4-də 3 isə dövr ədədi alınacaq. 4-ü 3-ə böləndə 1,3 eləyəcək. 1,3 eləyir. Yaxşı, 1,3. Hə, indi 1,3 böyük, yoxsa 1,6, əlbəttə ki 1,3 1,3-ün yaxınlığında bir yerdədir. Yəni deməli 1,3-ə, yəni 3-də 4-ə mən D deyəcəm. Buna isə Y deyəcəm. Fikir ver. 1,6 bax 1,1, 1,2, 1,3, 1,4, 1,5, 1,6. Yəni onun düz onun üstündədir. Aydın oldu? Vəssalam. Ədədləri yazdıq, indi gəl müqayisə eləyək. Bax fikir ver, müqayisə elə. -2,1 bölü, yoxsa 5-də 8. 5-də 8 müsbətdir. Əlbəttə ki, mənfidən böyükdür. Bax bu şəkildə olacaq. İndi buna baxıram. 0,2 yoxsa -2-də 1. Əlbəttə -2-də 1, yəni A ədədi daha solda yerləşdiyinə görə deməli balacadır. Deməli onda dövrdə 2 -0,4-də 2 ondan daha böyükdür. İndi buna baxıram. 5-də 8 yoxsa 3-də 4? Fikir ver. 5-də 8 Y ədədidir. Ədəd oxunda ən sağdadır. Yəni ən böyük ədəddir 5-də 8. Yəni 1,6, 1,4-də 3-dən də böyükdür. Bu şəkildə yazdım, bitdi. Bu qədər sadə. Çox gözəl və mükəmməl gedirik. Aha.
İndi ikinciyə baxaq. Ədəd oxundan istifadə etməklə ədədləri müqayisə edin. Problem deyil. Gəl müqayisə eləyək. Buradan da 3-ünü göstərirəm sizə. Bunu baxaq. Buna baxaq. Bir də buna baxaq. Getdik. Mənfi 2,1 böyüdür, müqayisə edin. Yoxsa mənfi 3 böyüdür. Bax, fikir verək. Ədəd oxunda. Mənfi 2-ni yazıram, bir də mənfi 3 yazıram. Mənfi 2,1, mənfi 2 ilə mənfi 3-ün arasında bu burada bir yerdədir. Mənfi 3 isə bundan daha soldadır. Deməli, mənfi 2,1 mənfi 3-dən böyükdür. Aydın oldu. Eyni öyrətdiyim qayda ilə də bunları siz yazacaqsınız. Yaxşı. Bir dənə buna da baxaq. Buna da baxaq. Dövr var. Onda aslında o birisində dövr var. Eyb yox, nə izah eləyək. 0,7. Bu 0-dan dövrdədir. İkisi də 0-dan 1-in arasındadır. Yaxşı. 0,7 1-ə daha yaxındır. Bax, burada bir yerdədir. Düzdürmü? 0,4 də 0,4-ə yaxın bir yerdədir. Yaxşı, 0,4-dən 0,5-in arasındadır. Yəni 0,4 bax, burada bir yerdədir. Deməli, 0,7 nədir? Ondan daha böyükdür də, daha sağdadır. Ona görə bu şəkildə yazdıq. İndi buna baxaq. Mənfi 2,9, mənfi 5-də 1. Aha, bunu biz necə müqayisə edəcəyik? 5-də 1-i 10-luq kəsrə çevirəcək. 5-də 1-i 10-luq kəsrə çevirmək, 1-i 5-ə bölmək 0,2-yə bərabərdir. Yəni elə bil mən mənfi 2,9 ilə mənfi 2,2-ni müqayisə edirəm. Əgər ədəd oxuna biz baxsaq, mənfi 2,9 elə ədəd oxunda daha soldadır, mənfi 2,2 isə daha sağdadır. Burada mənfi 2 yazıram, burada mənfi 3 yazıram. Mənfi 2,9 mənfi 3-ə daha yaxındır. Deməli, mənfi 2,2, yəni mənfi 2,5-də 1, mənfi 2,9-dan nədir? Böyükdür. Müqayisə edin. İndi buna baxaq. Dövrdə 6 var, bir də 0,6 var. 0,6, bir də 0,6. İndicə bu dənə ədəd oxu çəkək. 0 ilə mənfi 1-in arasındadır bu ədədlər. Düzdürmü? Mənfi 0,6 buradadır. Düzdürmü? Mənfi 0,6 buradadır. Dövrdə 6-da bundan daha solda yerləşir. Yaxşı. Nəyə görə? Bunun modul axı böyükdür. 0,6 müsbət olsaydı 0,6 0,6 0,6-dan böyük olacaq. Çünki bunun 1/10 mərtəbəsi 6-dır, bunun 1/10 mərtəbəsi 0-dır. Deməli 0,6 dövrdə 6 0,7 daha yaxındır. Yəni burada təqribən 0 daha doğrusu mənfi 0 dövrdə 6 daha solda yerləşir. Deməli mənfi 0,6 ondan daha böyük imiş. Və salam, dəyərli şagirdlərimiz. 17-ci səhifəmizdə bu qədər.